Salam, hər vaxtınız xeyir olsun. Dəyərli tamaşaçılarımız, ekrana yaxın əyləşən ən son məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Sosial şəbəkələrdə yayılan bir video ilə bağlı diqqətimi çəkən nüanslara toxunmaq istəyirəm. Gəlin ilk öncə sosial şəbəkələrdə yayımlanan videoya nəzər salaq. Sənə 80 dəfə demişəm, ay başı boş. Səni işə mən götürdürəcəm. Mən niyə? Mən istəyirəm ki, sən gelib Hafizin iş yanında böyün işə getsən, tər işə çıxmırsan, Hafiz səni yenə işdən çıxardacaq. Çünki Hafiz neynəsin? Bax, Hafiz deyil, bax bu kişidir bu idarəndə. İşə gəlməyən adamı işdən nətər şey deyə bilərlər. Amma mən səni icazə almışam. Bu günlərdə səni işə götürdürəcəm ki, özüm götürdürəcəm ki, öz şeyimdə ki, sən avara şeysən də, sən gəzənsən. Sənə mən durum gəlim sənə, hafif səni götürür iş. Sağ lomu verəcək əlimə, deyik get lom götür. Sən gel lom götürərsən. Səni mən yola verəcəm mən. Eşitsənsə, bax mən səni yola verəcəm. Özü bu günlərdə, bax bu 2-3 günə səni çağırıb özünü. Onun yanına getmə günə. Bu səs, bu diyaloq Ağdam rayon İcra Hakimiyyətinin başçısı, çox hörmətli Vaqif Həsənovla vətəndaşın arasında olan səs yazısıdır. Mən hesab edirəm ki, vətəndaş qəbulu dövlət idarəçiliyində ən həssas və məsuliyyətli proseslərdən biridir. Bu qəbulda dövlət məmuru vətəndaşın problemini dinləməli, ona qanunu çərçivəsində aydın və hörmətlə cavab verməlidir. Lakin Ağdam rayon İcra Hakimiyyətində vətəndaş qəbulunda səsləndirilən ifadələr, bu prinsiplər ziddiyyət təşkil edir. Sözügedən çıxışda rəsmi üslublardan uzaq, emosional və alçaldıcı ifadələr yol verilməsi vətəndaşın ləyaqətinə hörmətsizlik kimi qiymətləndirilə bilər. Başıboş, avara, səni yola verəcəm kimi sözlər dövlət məmuruna yaraşmayan, etik normaları aşan ifadələrdir. Dövlət məmuru vətəndaşla bu dildə danışmamalıdır. Daha ciddi məsələ isə işə qəbul və işdən azad etmə məsələlərinin şəxsi münasibət kontekstində təqdim edilməsidir. Halbuki bu proses qanunvericiliklə tənzimlənir və heç bir halda fərdi iradə və ya emosional qərar predmentinə çevrilə bilməz. Belə yanaşma cəmiyyətdə qanun yox, şəxsi söz həlledici təsəvvürü yaradır ki, bu da dövlət idarəçiliyinə zərbə vurur. Unutmaq olmaz ki, dövlət məmuru öz davranışı ilə təkcə özünü deyil, təmsil etdiyi qurumu və dövləti təmsil edir. Vətəndaşla ünsiyyətdə səsləndirilən hər bir söz ictimai etimadın formalaşmasına birbaşa təsir göstərir. Bu səbəbdən də vətəndaş qəbulunda istifadə olunan dil, ton və yanaşma yenidən nəzərdən keçirilməli, etik davranış qaydalarına və hüquqi çərçivəyə ciddi əməl olunmalıdır. Dövlətin gücü sərtlikdə deyil, ədalətli və hörmətli idarə etmədədir. Diqqətiniz üçün minnətdaram. Sağ olun, Allaha əmanət olun. Növbəti videolarımızda görüşənədək.